Salam əziz dostlar, xoş gördük. Bu videoda mən dünənki bir hadisənin sadəcə biraz kiçik bir şəkildə analizini eləməyi düşünürəm, onu danışmaq istəyirəm. Dünənləri qəflətən günorta saatlarında xəbər yayıldı ki, Cabir İmanov vəfat edib. Cabir İmanov gənc bir adam idi, çox şən bir adam idi, zaten komediya ustası idi. Bu adam qəfil ürək tutmadan həyatını bitirdi. Ürək tutma deyəndə ağlımıza nə gəlir? İnfarkt və ürək problemləri. Əslində, baxın, ürək tutmaları, ürək problemlərinin altında yatan tək bir faktor var. Stres. Cabir İmanov ola bilər ki, çox şən görünə bilər, amma çox güman ki, adamın həyat tərzində, yaşayışında, hansısa bir sahələrində müəyyən streslər onun fərqinə varmadan onun ürəyini yormuşdu və orada dayandı. Mən ona görə də bu hadisədən sonra bir statistikanı sizə bildirib dalınca bunu nə qədər təhlükəli olması ilə bağlı qısa bir məlumat verəcəm. 2024-cü ildə Dünya Sağlıq Təşkilatı bir statistika paylaşdı. 25-ci il statistikası paylaşılmayıb, ona görə deyəmirəm. Ürək tutmalarından ölüm hadisələrinə görə Azərbaycan Tacikistandan sonra dünyada ikinci yerdədir. Bu ciddi bir rəqəm və ciddi bir məlumatdır. Ürək tutmalarından dünyada ikinci yerdə olmamız onu göstərir ki, Azərbaycanda stres indeksi nə qədər yüksəkdir. Stresdən ümumiyyətlə ölüm halları dünyada ən çox ölümlə nəticələnən xərçəng xəstəliyindən statistikalar göstərir ki, hər il 7-9 dəfə çox ölümlə nəticələnir. Və bunun əksər hallarda ölüm forması ürək tutmasından ölümlərdir və ya infarkt ölümləridir. Beyin qansızmasından ölən ölümlər də buna aiddir. Yəni dostlar, stres bizdə artıq rəsmi beynəlxalq təşkilatların da təsdiqlədiyi üzrə bizdə stres indeksi çox yüksəkdir. Buna görə də maksimum dərəcədə ruhsal sağlığınızı diqqət edin. Çünki ruhsal sağlığınız sizin fizioloji sağlığınızın birbaşa başlanğıc nöqtəsidir. Eyni zamanda da ölüm hallarının əsas ana faktorudur.